Valideyn haqqı niyə bu qədər vacibdir? Düşünün ki, siz yox idiniz. Yoxluqdan varlığa çıxartdı Allah. Varlıq ən böyük qiymətlər nemətdir. Belə bir qiymətlər hədiyyəni o atanın, o ananın əli ilə Allah sənə verib. Bunun üçün ata-ana haqqı ödənməz. Onlara bizə düşən itaat etmək, duasını almaq, rizasını almaq, onlara yaxşı baxmaq, ihmal etməmək, göz ardı etməmək. Nətər ki, səni böyüdüb başa çıxarıb əziyyət çəkibsə, bu günlərim o ata-ana xəstədirsə, səni sıxıntıya salırsa, sən də öz kiçikliyində onlara verdiyin sıxıntıları düşün. Onların duası ilə sən cənnəti də qazana bilərsən, cəhənnəmi də. Hətta Həzrəti Peyğəmbər əleyhissalamın belə bir hədisi var ki, şəhid olsan da ata-ana səndən razı olmayıbsa, sən cənnətə gedə bilməzsən. Sənin cənnətə getmən ata-ananın rizasına bağlıdır. Ən möhtərəm insanlar onlardır da, onların minnətini çəkməyib, onların danlağını götürməyib, kimin danlağını, minnətini götürəsən? Allah da başqalarından çəkdirəcəksən. Gedib onun minnətini alarsan. Qardaş, bu sənin atan-anan möhtərəm insanlardır. Sən, yox, mən küsmüşəm, yox, mən danışmıram, barışmıram. Sənin haqqın naz deyil, niyazdır. Olsun, ata-ana yanlışdır, olsun, yenə atandır. Anam yanlış deyib, səhv deyib, və yaxud da belə olsun, yenə də mənim üçün anadır. Yoxluqdan həyata çıxmam üçün Allah onları təyin edibsə, bu mənim üçün ən möhtərəm. Nədir ki, yəni onlarla barışmağa, görüşməyə sənə mane olur? Nəfis şeytan at ayağının altında. Onun üçün insanı həlak edən 7 böyük günahlardan birisi ata-ana haqlarına riayət etməməkdir.